Təbriklər, siz artıq ingilis dilini öyrənmək üçün ən vacib addımlardan birini atdınız və ingilis dilinin fonetika kursunu bitirdiniz. Və bundan sonra nə etmək lazımdır? O haqda biraz danışmaq istəyirəm sizə. İnsan övladı olaraq hər birimizin həyatda hədəfləri olur. İngilis dilini öyrənmək, idman, karyera, təhsil fərq etməz. Və hər bir insan öz hədəflərinə doğru gedərkən bir neçə mərhələdən keçmiş olur, psixoloji mərhələlərdən. Qısaca bu haqda məlumat vermək istəyirəm sizə. Birinci mərhələ başladıqdan sonra 2 həftə və ya 3 ay arasında davam edir. Bu mərhələdə çox həvəsli oluruq. Hər şeyə belə ingilis dili adından danışım da sizə, yəni ingilis dili hədəfi üçün, yəni nə qədər söz lazımsa öyrənirik, tapşırıqları edirik, tam vaxt ayırırıq ingilis dilini öyrənmək üçün. Şəxsi keyfiyyətlərdən, iradədən asılı olaraq bu müddət 3 aydan da çox çəkə bilir. Birinci mərhələ bitdikdən sonra ikinci mərhələyə keçirik. Bu artıq biraz belə deyə durğunluq nöqtəsidir. Artıq bəhanələr uydurmağa başlayırıq. Vaxtım yoxdur, dərslərim çoxdur, iş gücüm çoxdur, vaxt ayıra bilmirəm, öyrənə bilmirəm ya da öyrənirəm yadımdan çıxıb. Bu aralar çox beynim doludur kimi bəhanələr yaradırıq. Çünki ikinci mərhələnin sonunda biz bir qərar verməliyik. Ya üçüncü mərhələyə keçib ingilis dilini sona qədər gedəcəyik, ya da hədəfimizdən yayınıb ingilis dilini buraxacağıq. İkinci mərhələ müddət olaraq hardasa belə deyək, 1 ay qədər çəkir. Əgər insanın şəxsi keyfiyyətləri güclüdürsə, iradəsi güclüdürsə, özündə güc tapırsa, üçüncü mərhələyə keçir. Üçüncü mərhələdə artıq belə sona qədər gedib öz hədəfinə çata bilir. Əgər üçüncü mərhələyə keçmirsə, o mütləq geri addım atır və ingilis dili hədəfindən yayınır, belə deyək, məqsədinə doğru getmir. Lakin iş orasındadır ki, ingilis dilini buraxdıqda sizin işiniz bununla da bitmir. Çünki ildə 2 dəfə, sentyabr ayında və yanvar ayında insanların nəyisə etməyə həvəsi yaranır. Bu yaydan sonra payız başladıqda, məktəb başlayan vaxt sentyabr ayında olur, bir də yeni ildə. Yanvarın 1-də bəlkə çox başınıza gəlib. Yeni ildə yanvarın 1-dən hər gün kitab oxuyacağam, siqaret çəkməyəcəm, idmanla məşğul olacağam və s. özümüzə belə sözlər veririk. Və siz bu hədəfinizdən yayınıb artıq ingilis dilindən vaz keçdikdən sonra elə müddətlərin birində, yəni sentyabrda və ya yanvarın 1-də sizdə yenidən ingilis dilinə başlamaq həvəsi yaranacaq və ya ətrafınızda dostlarınız, rəfiqələriniz ingiliscəyə başlamışam, ingiliscə öyrənirəm dedikdə sizdə də yenidən həvəs yaranacaq və ya sizdə bir növ peşmançılıq da yarana bilər ki, niyə yarıda buraxdım ingilis dilini və ya bir növ bir qıcıq da yarana bilər içinizdə. Bir sözlə, siz yenidən qərar verib bir müddət keçir deyək, 1 il keçir və siz yenidən ingilis dilinə başlamaq istəyirsiniz. Təəssüf ki, siz ingilis dilinə ikinci dəfə başlayarkən artıq buradan başlamayacaqsınız. Siz yenidən qayıdırsınız 0 nöqtəsinə, tam əvvələ. Çünki ingilis dilini dayandırmışdınız və həvəs olmadığı üçün öyrəndiklərinizi də təkrar etməmisiniz və dil də belə bir şeydir ki, diqqətsiz qaldıqda dili, öyrəndiyimiz dili belə deyək, unuda bilirik. Hamısını yox, amma bir qədərini unuda bilirik. Buna görə də, unutduğunuza görə siz başlayırsınız yenə 0 nöqtəsindən yenə də həvəsli müddətə başlayırsınız, həvəsli mərhələyə, yəni keçirik sonra durğunluq mərhələsinə. Burada artıq əgər bu keçən müddət ərzində, 1 il ərzində sizdə şəxsi keyfiyyət güclənibsə, iradəniz güclənibsə, 3-cü mərhələyə keçəcəksiniz və hədəfinizə çatacaqsınız. Əgər ki, yenə də həmin şəxsi keyfiyyətlər sizdə qalıbsa, belə deyək də, düzəlməyibsə yaxşı tərəfə, yenidən bu yolu seçirsiniz və hədəfinizdən ikinci dəfə yayınırsınız və həyatda belə bu çarx fələk kimi fırlanır, həyatınızın illəri keçir. Mən ümid edirəm ki, siz hər zaman üçüncü mərhələni, yuxarıya gedən mərhələni seçəcəksiniz və ingilis dili hədəfinizə çatacaqsınız. Artıq siz fonetika kursunu bitirdiyinizə görə bundan sonra istədiyiniz yerdə, istədiyiniz kursda və ya məktəbdə hər hansı bir şəkildə ingilis dilini öyrənməyə başlaya bilərsiniz. Əsas məsələ, dil hər gün diqqət istəyir. İstər 3 dəqiqə olsun, istər 5 dəqiqə olsun, ingilis dilinə vaxt ayırın. Ola bilər ki, bir gün müəyyən qədər söz öyrənin. Digər gün, növbəti gün qrammatik qaydalar öyrənin, dil danışıq qaydalar öyrənin. Növbəti gün hər hansı bir praktiki məşğələ edin və ya
qısa 10 dəqiqəlik də olsa bir film izləyin. Başa düşməsəniz də belə izləməyə çalışın ki, ən azından qulağınız ingilis dilinə öyrəşsin. Yeni sözlər öyrənmək mütləqdir, vacibdir. Söz bazası lazımdır. Qrammatika, dil danışıq qaydaları əlbəttə ki, mütləqdir. Çünki dil danışıq qaydalarını bilməsəniz, öyrəndiyiniz sözlərlə cümlə necə qurulur onu bilməyəcəksiniz. Ona görə bunun ikisini, yəni yeni sözlər və qrammatik qaydalarını bir araya gətirib məşq edin. Güzgü önündə məşq edə bilərsiniz və ya ingiliscə bilən hər hansı bir dostunuz varsa, onunla xırda dialoqlar edərək öyrənə bilərsiniz, məşq edə bilərsiniz və ya sadə, aşağı səviyyəli ingiliscə kitablar oxuya bilərsiniz. Əsas odur ki, məşq edin və hər gün ingilis dilinə diqqət ayırın. Sizə uğurlar arzu edirəm və mən əminəm ki, siz ən qısa zamanda ingilis dili hədəfinizə çatacaqsınız. Sağ olun, təşəkkürlər.